Doktor, çox maraqlı bir sindrom var, Alisa möcüzələr diyarında. Bu əsasən hansı xəstələrdə rast gəlinir? Həqiqətən Alisa Möcüzələr Diyarında çox nadir sindromlardan biridir. Yəqin ki, hamı bu nağıl və animasiya filmini görüb. Burada xanım, o qız çox qəribə bir hallar keçirdir. Ya uzanır, böyük olur, ya kiçilir, çox bir xırda bir vəziyyətə düşür, və yaxud da ki, ətraflarının biri böyüyür, biri kiçilir. Həqiqətən də o insanlar, bu sindromdan əziyyət çəkən insanlar, onlar öz bədən üzvlərini uzun, qısa, bəzən gördükləri əşyaları belə, ətrafdakı əşyaları belə bir qəribə formalarda görə bilər. Yerini dəyişmiş, uzanmış, qısalmış. Bunlar hamısı bir simptoma kompleksdir və bir neçə xəstəlikdə görə bilərik. Ən çox bunu miqren aurasında görə bilərik. Çox nadir hallarda miqrendən əvvəl bəzi insanlar, xüsusilə qızlarda bu cür nə göz qabağında ziqzaqlar, şarlar, rəngbərəng və yaxud da ki, ağ-qara rəngdə sayrışan işıqlar və bəzən isə ətrafındakı əşyaların ölçüsü dəyişməsini görə bilərik. Bu miqren aurasının bir göstəricisidir. Bundan başqa çox nadir hallarda epilepsiyanın bəzi növlərində, fokal epilepsiyalarda da insanlar belə şikayətlər edə bilər ki, doktor, sanki bir neçə saniyə ərzində gözümün qabağında əşyanın böyüməsini və yaxud da ki, kiçilməsi, belə qəribə hallar keçirdə bilərik. Bunlar halüsinasiyalar deyil və həqiqətən bir sindromdur. Alisalar Möcüzələr Diyarında sindromudur. Özünüzdə və yaxud da yaxınlarında bunu hiss edirsinizsə, bax bunun kökünü tapmaq üçün nevroloq müayinəsindən keçməyiniz vacibdir.